Novruz bayramı münasibətilə Abşeron rayonunun Fatmay kəndində möhtəşəm bayram şənliyi təşkil olunub. Sakinlərin böyük maraqla qatıldığı tədbir Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü və Fatmay Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib. Axşam saatlarında kəndin mərkəzinə toplaşan yüzlərlə sakin Novruzun sevincini birlikdə yaşayıb, qədim adət-ənənələrimizi əks etdirən rəngarəng proqramı maraqla izləyiblər. Bayram ab-havasının hiss olunduğu tədbirdə Fatmay kəndinin mərkəzi xüsusi olaraq bəzədilib. Ərazidə Novruzun rəmzləri nümayiş olunub. Kənd sakinləri, uşaqlar, gənclər və ağsaqqallar bir araya gələrək milli həmrəyliyin, birlik və bərabərliyin nümunəsini ortaya qoyublar. Şənlikdə əsrlərdən süzülüb gələn Novruz ruhu hər kəsin sevincində, simasında və bayram ovqatında öz əksini tapıb. Tədbirin ən yadda qalan anlarından biri tonqalın alovlandırılması olub. Belə ki, at belində olan şəxs meydana daxil olaraq bayram tonqalını alovlandıraraq şənliyə xüsusi rəng qatıb. Bu səhnə sakinlər tərəfindən alqışlarla qarşılanıb və Novruzun od, işıq, yeniləmə fəlsəfəsini bir daha nümayiş etdirib. Tonqal ətrafında toplaşan insanlar arzular tutub bayram sevincini birgə bölüşüblər. Şənlikdə çıxış edən Fatmay Bələdiyyəsinin sədri Nəsir Nəsirli sakinləri Novruz bayramı münasibətilə təbrik edib. Onlara xoşbəxtlik, firavanlıq və süfrələrinə bol ruzi arzulayıb. O bildirib ki, Novruz yalnız təbiətin oyanışı yox, eyni zamanda insanların birliyini, milli müəyyənəvi dəyərlərlə bağlılığını və adət-ənənələrlə sədaqətliyini ifadə edən müqəddəs bayramdır. Bələdiyyə sədri vurğulayıb ki, Fatmayda hər il keçirilən bu cür tədbirlər xalqımızın zəngin mədəni irsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bayram tədbir çərçivəsində təqdim olunan konsert proqramı da sakinlərə unudulmaz anlar yaşadıb. Səslənən şən musiqilər, milli ruhda ifalar və bayram əhval-ruhiyyəsini yüksələn çıxışlar tədbir iştirakçılarına xoş ovqat bəxş edir. Musiqinin sədaları altından insanlar bayram sevincini doyunca yaşayıb, uşaqlar isə xüsusi həvəslə şənliyə qoşulublar. Novruz şənliyinin əsas məqamlarından biri də milli adət-ənənələrin yaşadılması olub. Tədbirdə Novruzun mahiyyətini əks etdirən elementlər, qədim xalq mərasimlərinin ab-havası və baharın gəlişini simvolizə edən görüntülər geniş yer alıb. Bu isə bir daha göstərib ki, xalqımızın mənəvi sərvəti olan Novruz həm də milli kimliyimizin, tariximizin və mədəni yaddaşımızın ayrılmaz hissəsidir. Fatmay kəndində təşkil olunan bu bayram şənliyi sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Kənd əhalisi belə tədbirlərin cəmiyyətin bir araya gəlməsində insanlar arasında ünsiyyətin və mehribanlığın gücləndirilməsinə mühüm rol oynadığını qeyd ediblər. Eyni zamanda bu cür mərasimlərin uşaqlarda və gənclərdə milli dəyərlərə bağlılıq hissinin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıblar. Qeyd edək ki, Fatmay kəndində Novruz bayramı münasibətilə bu cür tədbirlər artıq ənənə halını alıb. Hər il böyük coşqu ilə keçirilən şənliklər qədim adətlərimizin yaşadılmasına, milli mənəvi dəyərlərimizin təbliğinə və bayram sevincinin daha da geniş şəkildə paylaşılmasına xidmət edir. Bu ildə təşkil olunan möhtəşəm tədbir Novruzun birləşdirici gücünü, xalqımızın zəngin ənənələrə bağlılığını və birgə sevinc yaşamaq mədəniyyətini bir daha nümayiş etdirdi. Nizami Rəsulov, Fərad Ələkbərli xüsusi olaraq Dinas TV üçün.